Bismillahirrahmanirrahim. Heydər baba, göylər bütün dumandır. Günlərimiz bir-birindən yamandır. Bir-birinizdən ayrılmayın, amandır. Yaxşılığı əlimizdən alıblar. Yaxşı bizi yaman günə salıblar. Bütün izləyicilərə salam deyirəm. İslamlıq və tühlüğün 9-cu bölümünü sizinlə paylaşırım. Biz Azərbaycan tühlərinin içində xüsusən aydın, ziyalı, savadlı, roşanfikr adamların içində fəqri fəlsəfə var. Fəlsəfə mərifətlərin anasıdır. Məfkurənin qaynağıdır. Düşüncənin teorisidir. Fəlsəfə hər yerdə güclü olsa, orada aydınçılıq, işıqlıq, əqlaniyyət, rasionalitə vardır. Fəlsəfə gücsüz, cansız olsa, orada oyanış, çırpınmaq, tərpənmək, hərəkət, nehzət, ayağa qalxmaq olmayacaq. Bütün coşqunlar tarix boyu bir ağır, zəngin fəlsəfəyə dayanıblar. Biz milli fəlsəfəmizi və onun düşmənlərini tanımalıyıq. Türk müsəlmanların milli fəlsəfəsi istilahlarını, terminlərini yenidən tərifləməklə meydana çıxartmalıyıq. Düşüncələri bu yeni tərifləməklə gücləndirməliyik. Fəlsəfənin önəmi, əhəmmiyyəti sorumlardadır. Sorum yaratmaqda, sual yaratmaqda, onlara cavab tapmaqdadır. Türk müsəlmanların milli fəlsəfəsinin birinci sorumu budur. Sən kimsən? Kimliyin, özlüyünü tanı və tap. Həmən ki şəriətdə bizə öyrədirdilər, mən ərəfə nəfsə, fəqət ərəfə rəbbəh, hər kim özünü tanısa, tanrısını, Allahını tanıyıbdır. Hər kim özünü tanıya bilsə, qətiyyən tanrısını, Allahını tanıya bilər. Yəni, milliyyət şəriətin qapısını açır. Yəni, şəriətə yol tapmaqla sən milliyyəti və ələ gətirməlisən, hoviyyəti tapmalısan, bizə bir dənə örnəkdir. Sənin kimliyin 5 müəllifədən düzəlibdir. Dil, din, tarix, coğrafiya, kültür ya fərhəng. Dil odur ki, danışırsan, din o şəriətdir ki, sən ona bağlısan, etiqadın var. Tarix hadisələrdir ki, ata-babalarımız orada yaraldıblar. Coğrafiya, iqlim ya o topraqdır ki, biz ora təalluğumuz vardı. Kültür ya fərhəng ya törə, o dəblər, rəsmlərdilər ki, illər boyu sinədən siniyə, dədələrimizdən, babalarımızdan bizə yetişibdir. Kiçik, böyük tanımaq, nə cür barışdırmaq, hər kim öz yerini tapmaq bizim törəmizdə. Bunlar üst-üstə hamısı bizim hoviyyətimizi düzəldir. Biz hər hara getsək də bizi müsəlman tanıyırlar. Avropaya, ölkələrə də getsəz, ayrı məmləkətlərə də getsəz, hətta desən ki, mən müsəlman deyirəm, deyəcəklər, yox, sən müsəlmansan. Orada bizi müsəlman tanıyırlar. Mevlana demişsən, to yeki to nisti ey xoş rəfiq, bəlkə gərduni yo dəryayı əmiq. Sən elə osan. 5 müəllifə insanın içində təvazuna çatmalıdır. Ta insan içində bir cənnət yaraldı. İnsan öz içində cənnət yaratmasa, eşdə eləyə bilənməz bir cənnət yaratsın. Təəssüflə, sekular cəryanı, Azərbaycanın milli hərəkətində insanın içində olan iki hoviyyəti bir-birinə salır. Şəriətçilik, milliyyətçilik. Bu iki hoviyyət iki müəllifə bir-birinin canına düşdükcə, insanı içərdən o qəd yontuyur, o qəd gücsüz eləyir ki, insanda da hərəkət qalmır ki, eşdə də bir hərəkət bağışlasın. Axı şəriətdən, dindən necə göz örtmək olar? Bunun içindən cəsarət, cürət, qeyrət, şəhamət və şəhadət çıxır.
Burada ölüm dəyəri var. Burada şəhid ölməyibdir. Şəhid Allahın yanında ruzi yeyir. Pəs ölmək mənası yoxdur burada. Hoviyyəti tanımağın özü də bir əmr-i biməruf və nəhy-əz münkərdir. Yəni biz əmr-i biməruf və nəhy-əz münkəri də düz düşünməliyik. Hoviyyəti tanımamaq özü ən böyük münkərdir. Bu ön sözdən, bu müqəddəmədən sonra fəlsəfə əleyhi fəlsəfənin ikinci bölümünü biz başlayırıq, anlatıq. Biz bura yetişdikcə Qərb fəlsəfəsi Tanrını təqaüdə çıxartdı. Təbiət sahibsiz qaldı. Bir zülmkar, tamahkar, rəhmsiz, talancı bir insan üzə çıxdı. Sahibsiz təbiətə belə bir insan sahib çıxdı. Fransız Beykənin fəlsəfəsinin əsasında təbiəti qamçılamaq başlandı. Milli fəlsəfə təbiəti ana kimin görürdü? Ana kimin sevirdi? Qərb fəlsəfəsi onu qamçılayıb talayırdı. Belə fəlsəfə fəzilətə necə çıxa bilərdi? Əbu'l-Əla Mərri demişkən, nəşq-o zəmanə və ma ətab cinayətin ləv istəta'ə təkəllümən ləşəkana. Zəmanə heç cinayət eləmir, biz də ona cinayət eləyirik. O ağzını açda danışmağa, o bizdən şikayət eləməlidir. Yəni təbiət. Qərb fəlsəfəsi fəzilətə yol açmır. Bu əsasda bu fəlsəfənin içindən fəzilət çıxmır, çıxmaz, çıxa bilməz. Bütün humanitar, mənalı, irfani məktəblərin amacı insanı fəzilətə çatdırmaqdır. Bu necə düşüncədir? Fəzilətə çatmır. Məgər fəzilət təhcə kitablarda yazılan cazibəli sözlərdir. Onu ki, hamı danışa bilər. Tamahkar, qani olmayan, talancı, cinayətkar insan həməndir ki, bu Qərb fəlsəfəsinin içində törəndi, becərdilər, qoydular ərsəyə. Nəsimi demişkən, təməh Adəm vücudunda bəğayət zeşt illətdir. Qənaət nuşdarudur ki, dəf eylər bu illətini. Xub, bunun dərmanı qənaətdir. Biz qotadoğu açanda, orada biz illərlə qənaət, orada bunu açacaq. Xub, bir düşüncə ki, fəzilətə çatmasa, hara çatacaq? Bu düşüncə rəzilətə çatacaqdır. Bütün dəyərləri təpikləyəcəkdir. Bu düşüncə fəzilətə çatmasa, rəzilətə çatsa, birinci ədaləti tapdalayacaqdır. Yəni, ədalətə yol tapmayacaq. Ədalət olmasa, adamlar iki yerə bölünər. Bərbər, Yunani. Yunani ağa doğulur. Bərbər ona nökər doğulur. Dərəcə 1, dərəcə 2. Birinci insan, ikinci insan. İkinci insan hələ eləyə bilməz özünə vətəndaşlıq alsın. O əsasda 500 ilə yaxındır bu düşüncə Qərb dünyasında çox yerində hökm sürür. Onun içindən təbiəti qamçılamaq, onu sormaq, yırtmaq, özgə məmləkətlərin sərvətlərini talanmaq çıxır eşiyə. Başqa millətləri sağmaq, sərvətlərini sormaq. Belə fəlsəfənin kiçik töhfələrindəndir. Belə olur ki, görürük özgə qarrələrdən millətlərin, bölgələrin, məmləkətlərin, ölkələrin bütün sərvətlərini, varlıqlarını tanıyırlar. Özlərinə sərvət yığırlar. Ən çox adamlardan yer kürəsində bancılara bunlar özlərini boşlu saldırırlar. İstimar, istismar, istihmar bunların hələ diri olan istilahlarıdırlar. İngilisin Hindidə İrana cəhdiyi cinayətlər, Amerikanın Vietnamda, Ərəqda, Fransada, Vietnamda, Əfqanistanda, Ərəqda elədiyi cinayətlər, Fransanın Afrikada milyardlar pulları sormağı, Libinin İtaliyada cəhdiyi oyunlar, Fransa, Əlcəzairin başına cəhdiyi oyunlar, bunlar hamısı bu fəlsəfənin içindən çıxırlar eşiyə. Bu fəlsəfənin pratik sonuçlarındandır. O əsasda bunlar bu cinayətlərə bir örtük qoymalıydılar. Örtük bundan ibarət idi. İsmlər, gözəl məkatiblər, çeşitli, fəlsəfi, elmli, politikal, ekonomikal nizamlar çıxartdılar. Örnək üçün kapitalizm, liberalizm, komünizm, marksizm, egzistansiyalizm, sosializm və bu son dövrədə də sekularizm. Xub, onlar ki, əllər boğazlarına yetişirdi, biraz pulları var idi, azadlıq istəyirdilər, kapitalizmlə liberalizmi qoydular bu nətəyinə. Onlar ki, biraz zəngin dərdilər, zəif idilər, sosial yardımlara ehtiyacı var idi, sosializmi qoydular, komünizmi qoydular bunların ətəklərinə.
Onlar üçün milliyyətdə çox güclü idilər. Panturkismi, panturanizmi qoydular bunların ətəyinə. Bu əsasda bunların amacları tam aydın idi. İslam, Türk, Ərəb dünyası. Əlbət bu durumu əsaslandırmaq lazım idi. O da danışqahı yaratmaqdır. Bu bəzəkli, düzəkli ismləri danışqahla sürütməli idilər içəriyə. O cümlədən sekularizm idi. Panturanizmi Vanberi bir dənə Yahudi filsof yaradır. Panturkismi bir dənə Keon Cohen bir dənə Yahudi Fransəvi filsof yaraldır. Vanberi Macaristani Yahudi filsofuydu. Sekularizmdən gözəl, önəmli bir iş nə ola bilərdi? Ürəkləri aparan, beyinləri udan bir iş ki, hər halda eləyə bilərdi, insanı cəzb eləsin. Amma təhcə hədəf Türkü İslamı axtalaşdırmaqdır, əqimləşdirməkdir. Eyni halda biz bilirik, bu işləri özənliklə humanitar elmlərə sarı yönətmək üçün təhcə müsəlman türklərinin milli kimliyini əldən almaq ilə və sair millətlərin özlüyünü boşatmaq ilə bunları tərrahlandırmışdılar. Qərb dünyası kapitalizm nizamın içində olarkən elmidən, fəlsəfədən əmd olaraq pis yararlanmaqla, yırtıcı, talancı baxışlarla Türkü İslama hücum etdi. Təsənnün dünyasında Osmanilərə, nasionalizmə ərəblə, təşəyyü aləmində Qacara, məşrutə ilə. Niyə Türk? Niyə İslam? Türklərlə buna görə. Maidə surəsində 54-cü ayədə bəranki türklər cürətli, cəsarətli, qeyrətli, təəssüblüydülər. Ədalət istəyən, həman ki orada gəlmişdi. Əzillətən ələl müminin, əizzətən ələl kafirin, yücahidunə fi səbilillah, la yəxafuna ləvmətə laim. Bunlar o sifətlərdən qorxurdular. İslamın məna yağdırmağından, İslamın təğyir axtarmağından, dəyişiklik axtarmağından bundan qorxurdular. Türklə də İslamı ayırmaq olmazdı. Hər arada Türk var idi, İslam da orada. Hər arada İslam var, Türk orada. Amma bunlar gözəl istilahlarla meydana girdilər. Xüsusən Qacar dövrəsində liberté, egalite, fraternitə, bərabərlik, qardaşlıq, azadlıq, təcəddüd tələbi, qanun hökuməti, qadınlar haqqı, münəvvərül-fikri bunlarla meydana gəldilər. Və bu sözlərlə çirkin əməllərinə bir örtük qazandılar. Cazibəli sözlər Can Lakdan, Hume'dan, Kantıdan, Nietzsche'dən, Kierkegaard'dan, Gadamer'dən çoxlarından hamısı millətləri özənliklə Türk müsəlmanları aldatmaq üçün idi. Bu ismiləri də şuubiyyə müsəlman ölkələrinə idxal etmişdi. Təəssüflə bizim roşan fikirlərimiz, ziyalı aydın adamlarımız da belə okullara, belə məktəblərə, belə düşüncələrə inandılar. Cazibəli adlar onların ürəklərini apardı. Məşrutə, təcəddüd tələbi. Bu istilahlar təhcə Türkü İslamı, Qacar hökumətini dala qalmaq üçün, irticai tanıtdırmaq üçün bunu meydana gətirdilər, bizə göstərdilər. Bu şüar qoymadı, oyanan millət minillik kimliyinə qeydə. Bir sıra sadə düşünənlər, xam inananlar da örnək üçün Səttarxan kimin adam da bu sözlərə inanıb, bəlkə aldadıblar, Türkü İslama, Türkü təşəyyüa son zərbəni vurdu. Bəlkə onu aradan götürməyə, bir möhrəyə çevrilib, Qacarın reformunu qıfıllayıb qabağını aldı. 250 Türkün uzun, dərin, təcrübəli, humanitar hökumətini masonlara 250 təqdim elədi. Mən eyləm eləyirəm. Hər düşüncə sonuçları ilə onu ölçmək olar. Qərb İslam fəlsəfəsinə mərifəti, qeyri-mərifəti həml elədi. Hücum elədi. Qeyri-mərifəti əsləhə ilə, mərifəti müstəşriqlərlə, müvərrixlərlə. Biz bunu gələn bölümdə də açıqlayacağıq. Sağ olun, gələn görüşə qədər.